Salam əziz, dəyərli izləyicilər. Bugün sizə dolça bürcünü təqdim edirəm əzizlərim. Əziz dolçalar. Bax, sərbəst ruhunuzla, sərbəst ruhunun gücü ilə hər anı yenidən dizayn edirsiniz elə bir. Hər addımınız yeni bir başlanğıc, hər düşüncəniz yeni bir ideyadır sizlərin, gözəllərim. Sadəliyinizlə, gözəlliyinizlə həyata baxırsınız. Maddiyyatla və ya maaş almaqla və ya alimentlə bəziləriniz, mirasla əlaqəli, əmlakla haqlarınızı axtaracaqsınız, haqlarınızı arayacaqsınız. Zehninizdə, ruhunuzda, bədəninizdə çox rahatlıq ola biləcək. Şanslı olacaqsınız, üzünüz güləcək. Çox çalışın detalçı olmayın, kinli, necə deyərlər, keçmişə çox baxmayın, kinli ola bilərsiniz. Keçmişi unudun. Acılardan qurtarmaq üçün bağışlanmağı, yəni çalışın bağışlamağı qarşı tərəfinizi. Düzdür, qınamıram sizi, çox yoruldunuz. Elə şeylərdən yıxılmadınız ki, o qədər ağır şeylərdən keçdiniz ki, ona görə mən sizi qınamıram, heç kəs də qınaya bilməz, əzizim. Amma çalışın ki, siz bacarıqlı bürclərdənsiniz. Yəni, hər şeyi, hər kəsi anlaya bilərsiniz. Bəzilərinizin, bax, may, iyun ayından üzünüz gülməyə doğru gedəcək. Çoxunun üzü güləcək, başarıqlı addımlar atacaqsınız, yolunuza gözəl davam edəcəksiniz. Hərdən belə ürəyiniz parçalanır. N hərfin biriləri sizə dəstək ola biləcək. Qismətlərin bollaşacaq yavaş-yavaş. Bax, biriləri əlində çanta sizə qonaq gələ biləcək, bir-iki gündə qalmaq istəyəcək. Bax, çox zəhmətkeş insansınız, möhtəşəm, dürüst insansınız. Dürüst insanı da sevirsiniz. Sadiq olana sadiq olacaqsınız. Düzdür, göz yaşınız olmuş, var göz yaşınız. Göz yaşınız olsa da belə bədəlini ödəyənlər ola biləcək. Bunu eşidəcəksiniz. Kimin əlindən tutursunuzsa o insan xoşbaxt olur. Amma özünüz üçün çox şeyləri çalışmadınız. Ən yaradıcı bürcdənsiniz, əzizlərim. Biriləri sizi allatmış, allanmışsınız. Həyatınızda kimi haraya qoyduğunu bilməz oldunuz bəziləriniz. O qədər yanıldınız ki, düşüncələrinizlə kimə, necə güvənəcəyinizi bilmirsiniz. Yəni, zamanın bağlamadığı səhifələr var hələ də. Geriyə baxdıqca gələn xoşbəxtliyi inanmaz oldunuz bəziləriniz. Soruşa bilmədikləriniz, kimlər üçün qurban oldunuz. Yəni, mən yenə deyirəm ki, bəziləriniz fikirləşirsiniz ki, hardan bilim ki, kimin hədəfində nə olduğunu. Lakin nə qış, nə fırtına sizi yıxmayacaq. Sizi elə bir inandıqlarınız, sizin inandıqlarınız əlinizdəkini soldursa da, yenə də irəli gedəcəksiniz. Yəni, heç kəsə baxmadan irəliyə addımlar atacaqsınız, əzizim. Bax, sağlıqla əlaqəli bəzi sıxıntılar, unuda bilmədiyiniz yaralar var. Bax, biraz sağlığınızda ayaq ağrıları, diz ağrıları, xroniki xəstəlik, çox həssassınız. Negativdən bu həftə uzaq olacaqsınız yavaş-yavaş. Biraz keçmişdən uzaqlaşmaq istəyərək olsanız da, biraz səbirsiz, öfkəli ola bilərsiniz. Sevgi insanısınız. Yəni, qarşındakı insan yalan danışsa da belə səbirlə addım atırsınız, qulaq asaraq dinləməyi sevirsiniz. Özünüzü yavaş-yavaş çox sevəcəksiniz, güclənəcəksiniz. Hətta bəziləriniz daşdan belə pul çıxara biləcəksiniz. Yəni, məcazi mənada, yəni hər şeydən pul çıxaracaqsınız. Sadiq insan, vəfalısınız, intizamlısınız, əzimli. Yəni, çətinliklə də olsa meydan oxuya bilirsiniz.
Yaxın birilərinin yalanlarını, davranışlarını görəcəksiniz. O sizi çox yoracaq. Ona görə də dostumu, ya sevdiyin insandımı, ailədən də ola bilər. Artıq o birliyi bitirəcəksiniz. Artıq yoruldunuz. Biriləri rəqib kimi qarşınıza çıxa bilər. Bax, ona görə biraz diqqətli olun. Nə qədər rəqib kimi çıxsa da fikir verin ki, yeniliklərə açıq olacaqsınız. İş yerində bir yerdən başqa yerə keçəcəksiniz. Təksinizsə biriləri ilə çoxluq olan bir yerdə tanış ola biləcəksiniz. Yolunuz aydınlığa doğru gedir. 15-20 gündən sonra əlinizə maddiyyat gələ bilər. Biriləri elə bir inatlığı sizin gözünüzü açacaq, oyanacaqsınız. Gəliriniz bir ara bu aralar azala bilər, sizi yoran ola bilər. Bir iz var, bax, burada birilərinizin bədənində hardasa bir iz var, elə bir yara izi var. O yara izini həkimə gedib, o yara izini bağlatdıracaqsınız. Xəyallarınız var, biriləri cəhd edir, çalışır təhsili almaq üçün və ya davam etmək üçün hərəkətdədir. Hərəkət edərək gözəl qapılar açılacaq üzünüzə. Birilərlə də orta nöqtəyə gələcəksiniz. Birilərinin üzündən çox əziyyət çəkdiniz. Sizə anlada bilmədiklərini anladacaq. Ondan sonra üzünüzə deyərək yollarınız açılaraq üzünüz güləcək. Səyahət etmək istəyirsiniz, sağlıq problemlərinizin şəfasını tapacaqsınız. Narahat olmayın əzizlərim. Hərdən yenə deyirəm də, ürəyiniz elə bir ki parçalanır. Bu həftə siz üçün sərhədsiz yaradıcılıq, inovativ fikirləriniz, dəyişiklikləriniz ola biləcək. Bax, həyatınızın hər qismi, hər hissəsi dərin bir intuitiv hisslərinizlə, fərqli baxışınızla yenidən formalaşacaq əzizim. Hisslərinizə qulaq asın, hər addımınızı sərbəst, yaradıcılığa atın, çalışın. Bax əzizim, çoxundan vaxtıkən, yardım istədiyiniz insanlar vardı. Bəlkə də borc da istədiniz, qapılar üzünüzə bağlandı. Səbirlə hər şeyi gözlədiniz. Adında M hərfi, T hərfi sizə yaxşılığı deyəcək, dəstəyi deyə biləcək. Güclü artıq insanlarla oturub duracaqsınız. 4-5 ayın içində evdən uzağa gedənlər ola biləcək. Üzərinizə gələn, ailədən üzərinizə, bəlkə də qaynana, qaynata, valideyn də ola bilər. Artıq siz öz səsinizi çıxara bilərsiniz ki, yaşamağa haqqım var. Dəstək olur. Yıxılmadınız, şükürlər olsun, yıxılmadım deyirsiniz. Şükür edən insansınız. Birilərini geri çevirdiniz. Lakin sizin düşüncələrinizə haqq verəcəklər. Hədəfinizə çatacaqsınız. Gözləri iri göz, gözləri biraz iri gözləri olan biriləri üzərinizdə gözü var, xoşu gəlir sizdən. Hətta izləyən var sizi. İş yerinizi dəyişə bilərsiniz 3-5 ay içində. Tez-tez dəyişimlər ola bilər həyatınızda. Çox qısqanclıq var içinizdə. Dəyər verdiklərinizə qısqanırsınız, başqa insana yox. Maddiyyatınız yavaş-yavaş artacaq. İnanın ki, gözəl bir xoşbəxtlik həyatınıza gələcək, qalıcı bir xoşbəxtlik ola biləcək. Bir ayrılmanla əlaqəli qərar alırsınız. Bilmirəm, xalçadımı, palazdımı, belə qəşəng sərmə bir şey alırsınız. Bəlkə də qədimi bir şeylər də satırsınız. Bir sevgini bitirmişsiniz elə bir. Bir sevgini bitirdiniz artıq. Yoruldunuz artıq o sevgidən, amma ürəyinizdə bitirə bilmədiniz. Belə bitirdiniz, amma ürəyinizdə bitirə bilmirsiniz. Bilirsiniz, əzizlərim, dolça bürcü olmaq, ənənəvi sərhədləri aşmaq, hər sərhəddə fərqlilik yaratmaqdır sizlər üçün. Bu həftə özünüzü yeni ideyalara zənginləşdirib, hər fürsəti dəyərləndirə biləcəksiniz. Bu həftə gözlənilməz yeniliklər sizə gətirir bu planet. Bir də dəyişikliklərlə dolu atmosfer yaradacaq sizlər üçün. Planlarınızda kəsintilər də ola bilər. Amma hər dönüş yeni bir perspektivlərlə yaradıcılıq imkanı sizə təqdim edəcək əzizlərim. İçiniz, enerjiniz artacaq, inamınız möhkəmlənəcək, duyğusal yaradıcılıq dünyanız dərinləşəcək. Həm məntiqlə, həm də emosional
tarazlığı təmin edə biləcəksiniz bu həftə. Fikirləriniz daha da aydın olacaq, ifadə edə biləcəksiniz. Çalışın son sözünüzü öncədən deməyin, çünki biraz bu həftə əsəbi ola bilərsiniz birilərinə qarşı. Deyərdim ki, kainat sizə yeni məlumatlar, bəzi sirlər, dərslər təqdim edəcək. Bu yenə deyirəm ki, üzr istəyirəm, öz hisslərinizə güvənin. Vizanla, sınaqlarla, pasportla, bəziləriniz əskər gedibsə əskərliklə və ya əskər yola sala bilərsiniz. Gözəl gündən keçəcəksiniz. Çünki ədalət, haqq, ədalət Allahdan gözləyirsiniz, səbr edirsiniz. İnşallah istədikləriniz ola biləcək. Həyat yoldaşının qohumları, önəmli işləri haqqında xəbərlər olacaq. 20 gündən əlaqəli, 20 gün içində bir səyahət, bir hərəkətlənmə. Sizdə uzaqda yaşayan biriləri sizinlə söhbət etmək istəyəcək, lakin 18-dən sonra biraz qorunun, çalışın. Mübahisələrdən uzaq olun. Yaxşı olmayan sevgilər çünki bitəcək, bir ayrılıqlar ola biləcək. O da kimdən ayrılacaqsınız? Qarşı tərəfdə əgər eqoludsa, narsızsa, manipulə eləyirsə, manipulativ qərarlarla sizin qarşınıza çıxırsa, hətta ortaqlıq, dostluq, sevgi, bunlar hamısı yəni bitirə bilərsiniz. Çalışın belə insanlardan həqiqətən də uzaq olun. Danışa bilmədikləriniz var, görüşə bilmədiyiniz var. Yaxın zamanlarda biri ilə görüşüb danışacaqsınız, sıxıntını atırsınız. Uzaqdasınızsa, ailədən uzaqsınızsa və ailədən biriləri uzaqdırsa, sıxıntıları varsa bu sıxıntılardan qurtaracaq. Övladınıza işlə əlaqəli söz verən insan inşallah sözünü tutacaq. Biraz zamana buraxın, tələsməyin. Haqsızlıq almış elə bir, ya təzminatla, ya işdən çıxmaq qorxusu var sizdə. Lakin narahat olmayın, bir sözləşmə, yəni müqaviləviz təzələnə biləcək, yenilənəcək. Çalışın maddiyatınıza, pulunuza sahib çıxın. Yəni imza atmayın. Ortalığa sizə pul qoymaq, yəni yatırımla əlaqəli deyərlər qoyun və ya biraz nəzamin durun və ya neysə pulla əlaqəli də biraz diqqətli olun. Borc vermə, borc alma, yatırmaya diqqət elə. Çünki xəyal qırıqlıqları yaşaya bilərsiniz bu həftə. Ona görə biraz diqqətli olun əzizlərim. Uğur qazana biləcəksiniz, narahat olmayın. Yəni bax bu uğurda da gözəl qazanclar, yavaş-yavaş gözəl qazanclar əldə edəcəksiniz. Uğurların nəticəsində biraz bax sizə qarşı qısqananlar, biraz arxanızdan oyun oynamaq istəyənlər var. Özləri inanın ki, o qurğuya düşəcəklər. Türkü kimi sizi izləyən biriləri var. Sosial tədbirlərdə iştirak edəcəksiniz, fəaliyyətlər edəcəksiniz. Fəaliyyətlərdə ya övladınız, ya özünüz o fəaliyyətlərlə yeni tanışlıqlar ola biləcək, amma o yeni tanışlıqlarda səmimi olmayan insanlar olacaq. Ona görə biraz diqqətli olun. O səmimi olmayan insanlardan biraz kənar olun. Yəni səmimi dialoqlarda olacaq bu həftə bəzi insanlarla. Keçmişdən qalan hisslər, əlaqələr yenidən gündəminizə çıxa bilər. Bu anı keçmişin yükündən azad olmaq, gələcəyə sağlam addım atmaq istəyirsinizsə, bunu dərs kimi dərk eləyərək sakitliklə həll edin. Keçmişi keçmişdə qoyun əzizlərim. Sosial çevrənizdə kimlərin yaxşı, kimlərin pis, kimlərin səmimi, kimlərin sizə yəni yalnız öz maraqlarını qoruduğunu görüb müəyyənləşdirə biləcəksiniz. 200 insanlar var, bunu bilirsiniz. Artıq əleydən keçirmişsiniz, yavaş-yavaş yenə də keçirirsiniz. Keçirdiyiniz insanlar da var hələ də. Övladınızı ya özünüz kursa yazırsınız, dil öyrənmək istəyirsiniz, bəlkə də uzağa getmək və ya başqa bir işə düzəlmək üçün dil öyrənirsiniz ki, yəni maaşlı bir işə gedəsiniz. Bəzi impulsiv xərclərdən kənar olun, çalışın, biraz yığımcıl olun. Yatırımlarınızı, riskləri yaxşı analiz edin, sonra həyata keçirin. Borc, kredit məsələlərində də diqqətli olun. Yəni, girməyin borca, kreditə. Biriləri sizi bəlkə də zamin durmağına, yaxın adam ola bilər. Deyirsiniz ki, keçimi yox, etməyin. Amma bir övladın dünyaya gəlməyinə bir sevinc yaşanacaq bu evdə. Və ya bir hamiləlik zamanla bu ilin içində bir sevinciniz ola bilər. Gündəlik enerjinizi çalışın, artırın. Ruhunuzu gücləndirin, çalışın. Həftə ərzində bəzi dalğalanma da bəziləriniz üçün, ümumi baxışda əzizlərim, bəziləriniz üçün ola bilər. Lakin rahatlanmağa doğru gedirsiniz. Çox şanslı olacaqsınız, çoxunuz üzünüz güləcək. Yəni deməyin ki, şanssızam, bəli, çətinlikləriniz olub, çətinliklərdən keçmişsiniz. Lakin artıq
üzünüz, bax görürsünüz ki üzünüz artıq sevinir, sevinəcəksiniz, sevinməyə doğru gedirsiniz. Siz çünki bax biraz diqqətli olun ki, sizinlə intriq edən, rəqabət edən insanlar var. Həmişə o insanlara qarşı ayıq olun. Həyatınızda var belə bir insanlar. Biraz keçmişlə indiki arasında biraz tarazlığı tapmaq istəyirsiniz. O da ki açıq diyaloqla üstünlük verərək, yəni udan siz olacaqsınız, qazanan siz olacaqsınız əziz dolçalar. İnanın ki dolçalar, hər yeni gün sizə yeni dərslər, imkanlar, incə təcrübələr təqdim edir. Bax bundan da istifadə edin. Yəni sizin gözəl analitik qabiliyyətiniz var. Duyğusal zənginliyiniz var. Yəni həyatın incə hiss etmə qabiliyyətiniz var. Bax, hər kiçik addımlarınız düzdür, yavaş gedən işləriniz var, amma kiçik addımlarınız da gələcəyinizi parlaq şəkildə formalaşdıracaq. Bax, buna inanaraq, ümidinizi qırmayaraq çalışın ki, aktiv olun, aktivliyə keçin. Siz aktiv bürcdənsiniz, əzizlərim. Qoçaqsınız, əlinizdən hər bacarıq gəlir. Hətta işsiz qalsaz belə nədənsə çalışıb pul çıxara bilirsiniz. Ona görə də çalışın. Sizləri çox istəyirəm. Var olun, sağ olun.